Boşanma uşağa necə təsir edir və necə izah etməliyəm? Boşanma uşağa necə təsir edir? Maraqlı sualdır və uşağa necə demək lazımdır bunu? Bizim cəmiyyətimizdə əsasən uşağa bunu eşitmirmiş, görmürmüş, bilmirmiş kimi davranırlar. Bəzən də bilərək eşitdiririk, ona göstəririk bəzi reallıqları və əslində uşaqda bir tutarsızlıq yaranır. Buna necə münasibət göstərəcəyini bilmir. Əgər bu artıq faktdır, boşanma bir faktdır. Evlənmə necə ki faktdır, boşanma da həyatın reallıqlarına daxildir. Öz ailəsində olmasa belə, kənar ailələrdə də olsa, uşaq boşanma ilə gündəlik həyatında tanış olur. Gedir sinif yoldaşını görür ki, məsələn, onun ailəsi boşanıb, sadəcə atası ilə, anası ilə yaşayır. Öz həyatında yaxın qohumlarında mütləq ki, bundan rastlaşır. Və bəzən, əgər bizim ailəmizdə baş vermirsə, uşağa neqativ bir şey kimi izah edirik. Onsuz da bizdə deyil. Onsuz bu pis şeydir. Bəzən də öz ailəmizdə olsa belə yenə bəzən pozitiv kimi, işimizə gəldiyi kimi izah edirik uşağa ki, hə bu belə elə yaxşıdır ya da ki bu yaxşı deyil. Əslində boşanmanın yaxşı olub olmaması başqa mövzudur. Biz çalışmalıyıq ki, bu mövzu uşağa maksimum təsirsiz keçsin. Ümumiyyətlə, təsirsiz keçmə ehtimalı sıfırdır. Mütləq ki, onun həyatına təsir edir. Yaşayış yeri dəyişir, gündəlik rejimi dəyişir, ata ilə, ana ilə münasibəti dəyişir. Mütləq ki, ailə üzvlərindən biri ilə artıq daha gec-gec görüşməli olur. Və biz ona yalan danışmaq da çıxış yolu deyil. Əslində, boşanmanı uşağa izah edərkən bizim öz boşanma hekayələrimizi uşağa danışmalı deyilik. Çünki bu bizi maraqlandıran məqamdır. Özümüz seçib evlənirik, sonra özümüz də qərar verib boşanırıq. Bunda uşağın heç bir məsuliyyəti yoxdur. Biz uşağa onun atası ilə və ya anası ilə bağlı hansısa neqativ məqamları danışarkən ya da prosesdə kim günahkardır, kim günahkar deyil, bunu bir müharibə kimi uşağa izah etmək, uşağa bir məsuliyyət yüklüyür. Sanki uşaq tərəf olmağa məcbur olur. Əslində, burada uşaq bir tərəf deyil. Təsirlənən bir tərəfdir və biz çalışmalıyıq ona təsir edən qismlərini öyrədək. Mənim və yoldaşımın ya da eks yoldaşımın arasında olan məsələ uşağa maraqlı deyil. Olmamalıdır da. Ona deyirik ki, biz boşanmaq qərarı vermişik. Çünki artıq bizdə bərabər alınmır, izah edə bilməyəcəyi məqamlar var. Amma bu hadisə sənə necə təsir edir? Onu mütləq uşağa izah etməliyik. Həyatın dəyişəcək. Aldatmaq olmaz. Çünki onun həyatı mütləq dəyişəcək. Sənin üçün heç nə dəyişməyəcək deyə bilmərik. Çünki uşaq üçün mütləq müəyyən şeylər dəyişəcək. Nəyin dəyişəcəyini izah edirik. Artıq atan və ananı fərqli yerlərdə görəcəksən. Və artıq hər ikimiz sizə fərqli vaxtlar ayıracağıq. Və boşanmadan sonra atan və ananla mən görüşməyəcəyik. Biz bir-birimizdən görüşməyəcəyik, amma sən atanla və ananla istədiyin zaman görüşə bilərsən. Və ya bəzən ola bilər ki, görüşə bilməyəcək. Ata harasa çıxıb gedir ya da ana harasa çıxıb gedir. Bir müddət onu görməyəcəksən. Bu prosesdə sənə necə dəstək olacağıq? Yəni bu prosesdə boşanmanın özünü deyil də, detallarını deyil də, uşağa təsir edəcək detalları ona başdan bildirmək çox daha yaxşı olar. Çünki uşaq boşanma ərəfəsində bu neqativləri öyrənir. Yaşına uyğun olmayan məqamları öyrənir və özünə aidiyyatı olmayan məsələləri öyrənir. Bir məsuliyyət hiss eləyir, günahkarlıq hiss eləyir, dəyərsizlik hiss eləyir və bütün bunları daşımaqda çətinlik çəkir. Əslində, birincisi onun suallarını cavablandırmaq lazımdır. Biz bəzən deyirik, uşağa görə sən nə deyim? Əslində, uşağa desək ki, mənə istədiyin sualı verə bilərsən bu mövzuda. O sual verəcək. Artıq nə olacaq? İndən sonra necə yaşayacağıq? Atam və anam artıq görüşəcəklərmi? Atamın getdi, mən indi onu nə vaxt görə biləcəm? Niyə atam getdi? Məni sevmədiyi üçünmü getdi? Çünki uşaq boşanma ərəfəsində valideynləri yox, özünü günahlandırır. Düşünür ki, o yetərincə dəyərli olsaydı, valideynlər onun qarşısında dava etməzdi. O yetərincə dəyərli olsaydı, valideynlər ayrılmazdı. O başa düşə bilmir ki, məsələ təkcə onunla bağlı deyil. Və biz də bəzən bəzi fikirlərimizlə onun bu inanclarını təsdiqləyə bilirik və onun öz dəyər hissini aşağı sala bilirik. Yəni, boşanma ərəfəsində uşağa boşanmanın detallarını yox, ona təsir edəcək detalları izah etmək vacibdir. Onun bu prosesi həzm edə bilməsi üçün və bacardıqca iki insan arasında, böyüklər arasında olan mövzulara uşağı daxil etməmək lazımdır.